Kirov rayon məhkəməsi Uralskdakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıklinski və oğlu Mütvalanı dövlət məmuruna qarşı zorakılıq eləməkdə təqsirli bilib. Medialog xəbər verir ki, Rusiya mətbuatında yer alan məlumata görə əvvəllər qətillərin təşkilində təqsirli bilinən böyük Şahin Şıklinski ümumilikdə 24 il müddətinə həbs cəzasına məhkum olunub. Oğlu isə ümumi rejimli cəza çəkmə koloniyasında 8 il müddətinə azadlıqdan məhrum edilib. Hər ikisinin təqsirli bilindiyi hadisə 1 iyul 2025-ci ildə Yekaterinburqdakı Baku Plaza Ticarət Mərkəzinin yaxınlığında baş verib. Şahin Şıklinskinin həbsi zamanı Mercedes sürən Mütvala geri çəkilərək təhlükəsizlik işçisini vurub. O bunu qəsdən eləmədiyini, sadəcə xüsusi təyinatlı qüvvələrin zabitini görmədiyini etiraf edib. Daha sonra hadisədən peşman olduğunu bildirib. Ata və oğula qarşı Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin ikinci hissəsi dövlət məmuruna qarşı zorakılıq tətbiq etməklə cinayət işi açılıb. Mütvala əvvəlcə sərbəst buraxılıb, lakin bir neçə gün sonra saxlanılıb. O vaxtdan bəri o məhkəməyə qədər həbsdə saxlanılırdı.